Herkese salam, ben Murad, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə biz birlikdə yepyeni bir video dərsliyə başlayırıq. Bu video dərslikdə biz gördüyünüz kimi jQuery-ni öyrənməyə odaqlanacağıq. Ümumiyyətlə jQuery nədir və mən onu nə üçün öyrənməliyəm? jQuery bir JavaScript library-dir, yəni bir JavaScript kitabxanasıdır. Burada siz JavaScript-dən rahat bir şəkildə daha rahat, necə deyərlər, daha tez bir şəkildə istifadə edə bilərsiniz. Gördüyünüz kimi jQuery-nin burada logosunun altında write less do more, yəni az yaz, çox iş gör mənasına gələn bir sözcük istifadə olunub. Yəni ki, siz jQuery-nin köməyi ilə az şey yazmaqla çox işlər görə bilərsiniz. Ümumiyyətlə, jQuery haqqında biraz daha məlumat vermək istəyirəm. jQuery-nin özəlində, məsəl üçün, hazır funksiyalar var ki, bunlar bizim işimizi sürətləndirəcək. Həmçinin JavaScript-in bəzi o sintaksində uzun sözlər ki var, onların istifadəsindən bizim canımızı qurtarmış olacağıq. Ümumiyyətlə, yəni ki, jQuery özü dünyada çox geniş istifadə olunan JavaScript kitabxanasından biridir və həqiqətən də işimizə yaraya bilər. Ona görə də mən jQuery-ni öyrənmək üçün ayrıca bir video dərslik hazırlamaq qərarına gəldim. Gələn dərsimizdə artıq biz jQuery-ni kompüterimizə yükləyərik və CDN-in də qoşulmağını da öyrənərik və bundan sonra artıq jQuery-ni daha geniş şəkildə öyrənməyə başlayarıq. Bugünlük məndən bu qədər. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.